Hörmətli əziz Kanal F5-in izləyiciləri, hər birinizi bu günlərin biz Səbirabad rayonunun Rüstəmli kəndindən salamlayırıq. Onu deyim ki, mənə bu çəkiliş həməşəki kimi xoş olmadı. Çox ağır, deyərəm ki, həqiqətən ağır notlarla mənə təsir elədi. Bu günlərin bizə Kanal F5-ə bu kəndin sakini Rövşən bəy müraciət elədi ərizəsi əsasında. Hansı ki, o ərizə bizə demək olar ki, bir 10 gün qabaq daxil olubdur. Biz də növbəli şəkildə çalışırıq ki, vətəndaşların hər zaman yanında olaq. Biz həmişə Kanal F5 olaraq qazilərimizin, şəhid ailələrimizin, eləcə də sıravi vətəndaşlarımızın, Azərbaycan xalqının hər bir vətəndaşı bizə əzizdir, doğmadır, dəyərlidir. Çünki bu mənim xalqımdır. Və bugünkü günü Rövşən bəy bizə müraciət elədi. Çox xahiş elədi ki, biz gələk hər şeyi öz gözümüzlə görək. Doğrudan mən bura daxil olanda həyətin ilk öncə, indi bizim əməkdaşımız Xatirə xanım yəqin onu işıqlandıracaq sizə. İlk öncə girəndə mən bura elə bildim ki, ev yoxdur. Həqiqətən tam mənada ev olmayan bir acınacaqlı bir vəziyyətlə. Düzdə sanki elə bir kiçik bir təpəcikdən palçıqla yapışdırılmış, nə bilim, deyərəm təpəciyin üstünə bir şifer qoyulmuş bir mənzərə ilə rastlaşdım. Və biz çəkilişi istədik, evdə də eləyək. Təbii ki, indi bizim əməkdaşımız evdə də eləyəcək. Çox ağır bir qoxu ilə, hansı ki, nəmişlik qoxusudur. İçəridə deyərdim ki, əlavə böcəklərin gəzməsindən müşahidə etdik. Çox ağır bir dərəcədə həqiqətən və buradan da özümüzə də ağır bir gələn bir nəticə oldu ki, bizim hal-hazırda uşağımız, bizim qızımız bura gəlin, gördüyünüz bu uşağa görə bizə müraciət ediblər. Bu qızım, sənin adın nədir? Rövşənə. Demək olar ki, Rövşənə qızımız uzun illərdir. Deyir, kasıbçılığın ən böyük dərdi də xəstəlikdir və ağır bir xəstəliklə, epilepsiya xəstəliyinə xanım yazıbsız, ərzənizdə qeyd edirəmisiniz və demək olar ki, bu gördüyünüz zəhmətkeş ata gündəlik 20 manada hansısa fermer təsərrüfatında işləyən bir bəyin, yoldaşın, təbii ki, Allah sağ eləsin onları da ki, heç olmasa çağırırlar, kənd adamı kimi çağırırlar, onları işlədirlər, heç olmasa gündəlik muzlu 20 manat verdiyi pulu həmin o uşağa verir. O uşaq epilepsiya xəstəsidir, heç onun da dərmanlarını çatdıramırlar. Ana bizlə danışanda, mən qapıdan girəndə ana bizlə danışanda doğrudan gördüm, çox utandı, yaş boğdu, bəlkə də onun gözünün yaşı ürəyinə axdı. Bilmək olmaz ki, hamı, bax, gördüyünüz kimi heç ata da yanımızda dura bilmədi, heç danışa bilmədi. Doğrudan bizə də çox ağırdır. Mən əlxüsus dövlətimizdən xahiş eləyərəm və ailənin hamısı burada göz yaşına qərq oldu. Doğrudan həqiqətən çox ağır bir vəziyyətdir. Belə notlarda biz də hansısa verilişi aparmağa çox çətin. Bizdən xahiş edirəm, qoyun mən heç olmasa bu çəkilişi axıra şeyləyim. Burada xanımın anası var, xalası var. Kənardan onlar ağlayırlar və bizim bu gəlişimiz münasibətindən onlar da gəliblər. Bu ailənin acınacaqlı. Mən bizim dəyərli, qalib xalqın qalib prezidentindən, bizim hər zaman yüksək dövlətlər arasında öz sözünü deyən, böyük nüfuza malik olan, mənim dəyərli prezidentimdən xahiş eləyərdim ki, və eyni zamanda anaların anası olan və hər zaman xəstə uşaqlara, xəstə ailələrə öz dəstəyini göstərən, qayğısını göstərən, bir ana himayəsi kimi qoynuna alan Mehriban xanımdan xahiş eləyərdim ki, bizim bu qızımıza kömək olardı, xəstəliklə əlaqəli. Çünki həkimlərə gediblər, həkimlərə deyiblər, həkimlər deyib ki, bəs bunun müalicəsi var. Amma maliyyə cəhətdən bu qalıbdır. Bütün xalqımıza, eləcə də bizim dəyərli oğlanlarımız var. Elə bir oğlanlarımız var ki, istər başqa ölkələrdə, istər bizim Azərbaycanımızın daxilində elə dəyərli mərd, işgüzar, böyük iş sahibi olan oğlanlarımız var ki, həmişə öz dəstəyini xalqımıza eləyibdir. İş adamlarından bizim bu aliyə dəstək istəyirəm. Və bunların da mənə müraciət etməkdə, eyni zamanda bizim kanala müraciət etməkdə özlərinin dediyi kimi sosial şəbəkədə bizi hər zaman
sadə insanların yanında olmağımızla, şəhid və qazi ailələrinin yanında olmağımızla, hər zaman təmənnasız bu xalqımıza xidmət etdiyimizə görə bu ailə bizə müraciət edir. Bizim də borcumuzdur, uzaq da olsa, çətin də olsa Bakıdan bura gəlib bu çəkilişi eləmək və mən burada həqiqətən çox ürək ağrısı keçirdim. İndi istəyərdim ki, ailənin özü, indi biz bura gördüyümüz qədər çalışdım ki, mən çatdıram. Ancaq nə qədər mən sözümlə çatdırsam da, ailənin özü, öz xanımı, öz atası yəqin çatdıracaq bu fikirləri. Sonra da biz çəkilişimizlə sizlərə, bu çəkilişin mənzərəni sizlərə göstərəcək. İndi hansınızda güc toparlana bilirsinizsə, xahiş edirəm. Özünüzü təqdim edin, zəhmət olmasa. Maliş qızım. Mən də cənab prezidentimizdən xahiş edirəm ki, bizim bir nəzərə alsın, mənim uşağımın xəstəliyi barəsində yoldaşım işlə təmin eləsin. Özünüz də indi gözəl görəcəksiniz, çəkilişdə görəcəksiniz bizim yaşayışımızı. Mənim balalarım hər gün mənimlə yatmaya gedəndə mənimlə dava eləyirlər. Biz də ev istəyirik hamı kimi. Evdə təmin eləməsələ, heç olmaya işlə təmin eləsin. Yoldaş uşağımın xəstəliyin mən barədə köməklik eləsinlər. Tezdən. Biz, düzdür, kanalımızda nömrələr gedəcək. Əziz vətəndaşlarımız, ata ağlayır, danışa bilmir. Doğrudan həqiqətən atanın ağlaması ondan deyil ki, zəiflikdir. Atanın ağlaması evladlarının yanında nə isə elə bilməmək, gücsüzlükdən, evlad qarşısında ürək ağrısından ağlamağıdır. Biz sizi işıqlandıracaq. Mən xahiş edirəm, yenə deyirəm, bizim Azərbaycan xalqımızdan baliyə dəstək olsun. Mənim gücüm buna çatır ki, biz kanal olaraq sizi işıqlandırmaq. Burası Sabirabad rayonunun Rüstəmli kəndidir və həyat yoldaşınızın Rövşən bəyin ailəsidir. Kim də istəsə, faktda, həqiqətə yanaşmaq istəsə, doğrudan bu bizim çəkdiyimizin doğruluğunu bilmək üçün gəlib bir dəfə bizi kimi baş çəkib görərlər. Mən əminəm, bu çəkiliş bizim, mən buranın icra başçısına deyim ki, müraciət edeyim. Artıq çünki bunlar dəfələrlə bu icra başçısına da bəllidir, bələdiyyəsinə də bəllidir, kənd sovetinə də bəlli. Gözəl xalqımıza müraciət edirəm. Bu ailəyə dəstək dursun. Mən çəkilişimi ailənin yaşadığı vəziyyətlə göstərirəm. Bu ailənin 5 nəfərlik sakinin yaşadığı evdir. Gördüyünüz kimi palçıqdan və əməkdaşımızdan xahiş eləyirəm ki, bir dənə gəlsin bizim hörmətli əməkdaşımız, operatorumuz zəhmət olmasa bu evin, gördüyünüz evin qarşısıdır və mən evin xanımdan da xahiş eləyəcəm, Amirə xanımdan, evlə də bizim xalqımızı tanış eləsin. Buyurun, zəhmət olmasa operatorumuz. İçəri girin, bir dənə zəhmət olmasa kuxmasıdır. Xanımın kuxması, bir ailənin kuxması bundan ibarətdir, zəhmət olmasa. Hörmətli, dəyərli xalqım, sizdən xahiş eləyərdik, doğrudan da bu ailəyə kömək dəstək durarsınız. İnan Allaha ki, şəxsən mənim özümün elə bir gücüm olsaydı, inan ki, bu ailəyə köməklik eləyərdim. Gördüyünüz kimi, bax, bu ailənin, siz burada biz qonaq otağı deyək də, bu ailənin qonaq otağıdır. Burada inan ki, iydən, ufunətin iyisindən, nəmişliyin iyisindən həqiqətən durmaq olmur. Xatirə xanım, zəhmət olmasa polu da çəkin, çünki yağış yağanda bu polun arasından müəyyən böcəklər, nə bilim, indi xanım deyir də, indi mən orasını görməmişəm. Yolda ilan çıxır. İlan da çıxır. Bu da gördüyünüz, Xatirə xanım, zəhmət olmasa buranı çəkin.
sadabat elə. Aşağını götürün. Əgər ev demək olarsa, gördüyümüz mənzərə budur. Bu mənzərədə ağır epilyasiyası xəstəsi olan bir uşağımız, evladımız, qız evladımız böyüyür. Baba ilə bu cürünü nə qədər düzəltsin də saxlamır, qalmış. Olmasa. Daha da əli vurursan ki, qopur tökülür. İlan da girirdi. Ya gələndə ilan qorxusundan, hürküsündən balalarımı yatanda xahiş edirəm, köməklik eləsin cənab prezidentimiz. Qurtla, quşla, böğürlə, böcüklə yay gəldi dolu olur.